Ukrayna müharibəsinin durdurulması üçün zəruri şərtlər vardır. Birinci şərt odur ki, Rusiya Ukraynanı işğal etmək planından vaz keçsin. Mümkündürmü? Deyil. Rusiya Ukraynanın ərazilərin tamamilə işğal etmək niyyətindən geri çəkilirmi? Çəkilmir. Digər tərəfdən dünyanın aparıcı oyunçuları, Birləşmiş Ştatlar, Avropa İttifaqı, Çin, Səudi Ərəbistanı, Türkiyə və s. Rusiyaya gerçəkdən təzyiq göstərirlərmi? Xeyr. Hələ də sanksiya baskısı Rusiyanın iqtisadiyyatında tam dərin izlər buraxa bilmir. Burada digər vacib oyunçu Çindir ki, indi Ukraynaya qarşı vuruşan 3 dövlətin 3'ü də Çinin təsiri altındadır. Rusiya, Şimali Koreya və İran. Çin burada öz sözün deyirmi? Hələlik ki demir. Çin gerçəkdən Rusiyaya təzyiq edib müharibəni durdura bilərmi? Əlbəttə durdura bilər. Amma Çin də bu hərəkətlərdə bulunmur. Digər tərəfdən gerçək sanksiya rejimi Rusiyaya qarşı tətbiq edilirmi? Edilmir. Əsas məsələ Rusiyanın xam neftinə edilə biləcək təzyiqdir. Xam neft satışına. Sovet İttifaqı çöktüyü zamanlarda Sovet İttifaqı xam neftdən total şəkildə asılı ikən Səudi Ərəbistanı və Birləşmiş Ştatlar neftin qiymətin birdən-birə aşağı salmağa başladılar. Bilirsiniz ki, dünyada neftin qiyməti həm tələb təklifdən, həm də siyasi qərarlardan asılıdır. Amerika Birləşmiş Ştatları ilə Səudi Ərəbistanı Sovet İttifaqını çöktürmək üçün 1986-cı ildə neftin qiymətin 8, 10, 13 dollar arasına saldılar. Və Sovet İttifaqı 85-86-cı illərdə elə dərin bir böhrana girdi ki, sonra o böhran altından qalxa bilmədi və 1991-ci ildə çoxlu səbəblərlə bərabər həm də iqtisadi səbəbdən çöktü. Gerçəkdən də bugün Rusiyanın Ukraynaya qarşı təcavüzünün durdurulması üçün bu adımlar atılırmı? Atılmırsa deməkdir ki, hələ bu müharibənin durdurulmasından söhbət gedə bilməz.